Qeyri-neft-qaz özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb. Bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov Milli Məclisin bugün keçirilən iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir həmçinin qeyd edib ki, son 6 il ərzində qeyri-neft-qaz ixracı 2 dəfə artıb. Dövr ərzində qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4 milyard ABŞ dolları olmuş. İxrac olunan əmtəə sayı isə 15% artaraq 2810-a çatmışdır. Neft-qaz qiymətlərinin və hasilatının azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşmişdir. 2022-24-cü illərdə xarici ticarət balansında isə Dövlət Neft Fondunun qızıl ithal istisna olmaqla orta illik hesabla 16 milyard ABŞ dolları məbləğində müsbət saldo olmuşdur. Qeyri-neft-qaz xidmətləri ixracı 45%-dək artaraq 6,5 milyard ABŞ dollarını ötmüşdür.